Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Cəlilabad rayonunda məktəbdə baş verən bıçaqlama hadisəsi ilə bağlı yeni detallar məlum olub. Məlumata görə 16 yaşlı Kənan İmamzadə ilə sinif yoldaşı arasında mübahisə zamanı sonuncu bıçaqdan istifadə edilib. Ürək nahiyəsindən bıçaq zədəbəsi alan yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yeni təfərrüatlara əsasən hər iki şagird qonşu Güneyli kəndinin sakinləridir. Xəbər verilir ki, kənddə 11 illik məktəb olmadığında onlar təhsillərini Cəlilabad rayon mərkəzində yerləşən məktəbdə davam etdirmişdilər. Deyilənə görə həmkəndli olan şagirdlər dərslərdə bir partada oturublar. Hadisənin baş verən səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.